Gecənin sirləri. Külək qaranlıq küçələri isladan yağışı pəncərələrə çırpırdı. Şəhərin köhnə məhəlləsində antikvar dükanlarının sıralandığı küçədə bir işıq hələ də yanırdı. Bu, Adrianın dükanı idi. Köhnə kitablar, qədim saatlar və unudulmuş sirlər yığılmışdı burada. Bir gecə qapı gözlənilmədən açıldı. İçəri uzun qara plaş geyinmiş bir qadın girdi. Onun sirli gözləri vitrindəki qızılı açara dikilmişdi. Bu açarın sahibini tanıyırsınız? Səsi pıçıltı kimi səsləndi. Adrian gülümsəyib başını yellədi. Bəzən əşyalar sahibini özləri tapır. Qadın bir anlıq duruxdu, sonra açarı götürdü və içindəki kiçik kağızı açdı. Orada cəmi 2 söz yazılmışdı: gecə gözləyir. Küçəyə çıxanda külək daha da gücləndi, amma qadın qorxmadan qaranlığa qarışdı. Adrian pəncərədən ona baxaraq fısıldadı. Deməli, sirrin vaxtı çatdı. Hekayənin sonu yoxsa başlanğıcı, bunu yalnız gecə bilirdi.